Sosial Xidmətlər Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin yekun vurulub. Yenavaz.com xəbər verir ki, agentliyin əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Tərtər rayonunda 4 ədəd 3 otaqlı mənzilin satın alınması ilə əlaqədar keçirdiyi müsabiqənin qalibi Mehman Rızaoğlu Məmmədov olub. Agentlik 4 ədəd mənzil üçün Mehman Məmmədova 302.334 manatın ödənilməsini nəzərdə tutub. Açıqlanan məlumatlardan da göründüyü kimi, Sosial Xidmətlər Agentliyi Tərtər rayonunda 1 ədəd 3 otaqlı mənzil üçün 75.583 manat ödəməyi planlaşdırıb. Bundan başqa Mehman Məmmədov Bərdə rayonunda da Sosial Xidmətlər Agentliyinə 8 ədəd 3 otaqlı mənzil satacaq və qarşılığında 604.668 manat alacaq. Onu da qeyd edək ki, Mehman Məmmədov ötən ildə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə Tərtər rayonunda 16 ədəd 2 otaqlı, 4 ədəd 3 otaqlı olmaqla cəmi 20 ədəd mənzil satıb və qarşılığında 1.204.640 manat alıb.